Salam uşaqlar, hər kəs salamlayıram. Sınaq üzərindən hələ ki bir sualın izahını verəcəm. Baxaq görək davamı gedirmi, yoxsa yox. Sualımızda nə istəyir bizdən? Deyir, nümunədə işlənmişdir. Bağlayıcı ilə amonimli olan qoşma. Yaxşı əməlinlə abidə qurdun. Əməlin ilə, nə ilə abidə qurdun? Burada ilə nədir? Qoşmadır. Və bizə şərtdə nə deyib ki, bağlayıcı ilə amonimli olan qoşma, bəli, ilə burada qoşma olduğuna görə bağlayıcı ilə də amonimliyi var. Mən biri götürə biləcəm. Biri götürə biləcəyimə görə digər variantları çıxacam. Yəli hal şəkilsi qəbul etmiş qeyri-müəyyən əvəzliyi. Yaxşı əməlinə abidə qurdun, hər kəsin qəlbində ucaldın ana. Bax, hər kəs qeyri-müəyyən əvəzliyidir. Hər kəsin də burada yəli halda. Nə deyir? Yəli hal şəkilsi qəbul etmiş qeyri-müəyyən əvəz. İkini də götürəcəm. Bəli, ikini götürəcəmsə, bunlar getdi elə. 6-ya baxıram. Həm hal, həm mənsubiyyət şəkilsi qəbul etmiş çox mənalı söz. Baxaq görək. Göz çox mənalıdır. Mənim gözüm mənsubiyyəti, gözümün haldır. Düzdür. Cavabımız C-dir. Bəs baxaq görək. 3 niyə olmur, 4 niyə olmur? 3-də nə deyir? Deyir, kökü amonim olan həm hal, həm mənsubiyyət şəkilçilisin. Bax, göz burada, məsələn, tutaq ki, qəlbində sözü, qəlbindir, dərdimidir, dərd sözün köküdür, öndür. Bunlarda var, mənsubiyyət də var, halda var, amma kökü amonim deyil axı. Ona görə 3 deyil. Həm kökü sifət olan düzəltmə feil, həm də kökü feil olan düzəltmə sifət işlənib. Deməli, qocaldın, qoca, qocalmaq. Kökü sifət olan düzəltmə feil var. Amma kökü feil olan düzəltmə sifət varmı? Baxaq. Yaxşı burada sadə sifətdir, başqası da yoxdur. Uca sifətindən ucalmaq feili düzəlib, bu səhvdir. Yönlük və yenilik halda işlənmiş sadə isimlər. Baxaq, yönlük və yenilik halda olan. Mən yönlük halı görmürəm, amma yenilik halda olan var. Ona görə 5 yanlışdır. Nümunələrdən hansını da fərqləndirilmiş söz ədat deyil. Məktəbin direktoru düz yarım saat danışdı. Lap deyə bilərəm. Yəni ədatdır. Sən ki, kidən əvvəl fikir bitməyib. Nöqtə qoya bilmirəm. Yəni uzun tələffüz olunmur, ədatdır. Yazmağına sözüm yox, amma bir bizə də yazsın. Burada xəbərdən sonra gəlməyib, feildən sonra gəlməyib, dənə ilə əvəz edə bilmirəm. Həmçinin mənasını verdiyinə görə bağlayıcıdır. Qrupun ən ədatdır. Çox, sifətin qarşısında işlənibsə çox ədatdır, qüvvətləndirmə ədatıdır. Nümunələrdən hansında feili bağlama tərkibi işlənməmişdir? Ana yurdun hər yerindən kəsiləcək yada ayağı, açılacaq dərdlərin bulud almış qaşqabağı. Qalsın bu. Ürək kövrəkləşir sən oxuyan. Nə zaman kövrəkləşir sən oxuyanda? Anda əndə sən feili bağlama tərkib yaradıb. Ellərə güvənib yazsa sənətkar. Yazsa, nə zaman yazsa, necə yazsa və yaxud ellərə güvənərək. Burada feili bağlamadır, tərkib yaradıb. Qoca arvad oğlunun qolundan yapışaraq qorxa-qorxa müəllimlər otağına daxil oldu. Daxil oldu kim? Qoca arvad. Hansı arvad? Qoca arvad. Necə? Oğlunun qolundan yapışaraq. Araq burada feili bağlamadı yaradıb. At həyətdə ayaqlarını yerə döyüb kişniyirdi. Kişniyirdi nə? At necə kişniyirdi? Həyətdə ayaqlarını yerə döyüb. Görürsüz feili bağlama tərkibi yaradıb. Amma A variantında ümumiyyətlə mən burada feili bağlama şəkilsini görmürəm. Dərdlilərin qaşqabağı bulud almışdır. Nə etmişdir? Zamanda nə edəcək bu zamanda? Burada başqa feili bağlama yoxdur. Nümunələrdən hansında işlənmiş köməkçi nitq hissəsinin əsas nitq hissəsi ilə amonimliyi var? Uşaq anasını görən kimi qəlbi sevindiyindən çırpınmağa başladı. Uşaqlar, burada kimi köməkçi nitq hissəsidir və bu kimi qeyri-müəyyən əvəzliyi ilə amonimdir. Məsələn, kimi yazır, kimi oxuyur. Bunu götürə bilərəmsə, bunları atacam. 1 ya 2 ya 1 3. Nəcəf düşmənin ən qabaq və ən son istinadgahında dayanmışdı. Buradakıların əsasən amonimliyi yoxdur. 3-ə baxım. Ay qəhrəman hey deyə oğlunu çağırdı. Biri var ay, bir də hey. Bunlar nidadır uşaqlar. Və ay isim kimi necə işlənir? Məsələn, göydəki ay, ilin ayları. Heydəki, məsələn, taqətim, heyim qalmayıb. Və yaxud hey yağış yağırdı. Zərf kimi işlənə bilər. 3-ü götürəcəm, 1-lə 3 cavabımızdır. Ana ürəyindən sanki bu modaldır. Amonimi yoxdur.
modaldır. Amonimi yoxdur. Cavabımız olur 1 ilə 3. Uşaqlar, gəlin baxaq hələ. Uyğunları istəyəndə doğrudan doğru, yanlışdan yanlış götürəcəyik. Yəni yanlış götürəcəyik. Soyuq adi dərəcədə, quruşca sadə. Xeyr, adi dərəcədədir, amma düzəltmədir. Bu hissəsi yanlışdır. Mən yanlışı doğrunun altından götürə bilmərəm. Birləri variantdan atıram. 25-ci tərkibində leksik şəkilçi olan mürəkkəb sıra sayıdır. Bəli, bu şəkilçi bunu düzəltmə etməyəcək. 2 dənə say var deyə mürəkkəbdir və sıra sayıdır, düz deyil. 2-ləri saxlamışıq, onsuz 2, 3 ikisində də var. Yay düz həm çox mənalı, həm də amonim ola bilən sözlərdir. Bəli, əgər mən bunlara 2 fərqli həqiqi məna tapıramsa və bir dənə də məcazi məna tapıramsa, həm çox mənalı, həm amonimdir. Məsələn, yaymaq, bir də yay fəsli, bir də ox yay mənasında, bir də xəbər yaymaq, söz yaymaq məcazidir. Deməli, 3-ü götürəcəm. 4-ə baxıram. Həmin, hər quruşca sadə təyin əvəzliklərdir. Həmin işarə əvəzliyidir uşaqlar. Yanlışdır deyə, yanlışdır da verib. Ona görə cavab 2, 3, 4-dür. Gülüşmək, quruşca düzəltmə, güləşmək quruşca sadə olan feillərdir. Bu doğrudur. Gülmək, gülüşmək, güləşmək sadədir. Bu yanlış da verib deyə. Beyni və çiyini təsdiq halda olan sadə isimlərdir. Əgər i qəbul edəndə milli sözlərdə buradakı qapalı saytı qalıbsa, bəli, beyin sonu qapalı saytla bitib, saytı qalıb. Deməli, bunlar həqiqətən də təsdiqli hal qəbul edib. Çünki halda düşmür. Və bu doğrudur, yanlış da verib. Ona görə mən bunu götürməyəcəm. Cavabım olur 2, 3, 4. Nümunələrdən hansında həm təkdə, həm cəmdə işlənmiş isim var? Köhnə jurnalları cəmdədə araşdırıb yeni bir jurnalı aldım. Bu da təkdə. Bəli, təkdə və cəmdə. Biri götürəcəm. Əhalinin təkdədir. Çoxu hələ də cəbhədə, cəbhə də təkdədir. Bu sayda başqası da yoxdur. 2-ni götürməyəcəm. Ah, nə gözəl parçadır, təkdədir. Gülləri cəmdədir. 3-ü götürəcəmsə 1, 3, 4 olacaq. Cəmaat təkdədir. Səslər cəmdədir. Marşlar cəmdədir. 1, 3, 4 olacaq cavabımız. Məktəbin təkdədir. Gənclər burada cəmdədir, amma gənc sifətli uşaqlar götürməyəcək. Deməli, bizi çaşdırmaq üçün bunu vermişdilər, amma götürməyəcək. Cavabımız olur 1, 3, 4. Hansı sözlərin tərkibində leksik şəkilçilərin sayı qrammatik şəkilçilərin sayından azdır? Na ön şəkilçidir, dinc kökdür, lik leksikdir, dən qrammatik. 2 leksik, 1 qrammatik, 1-i götürəcəm. Qələmimizin rəngini dəyişək. Ədəb sözün köküdür, iyyat leksikdir, ımız, ın. 2 dənə qrammatik, 1 leksik. Bundan işimiz yoxdur. Qrammatik az olmalıydı. 2-ləri atacam, 1-ləri saxlayacam. Göy, göyərmək, göyərti, göyərtilər. 2 leksik, 1 qrammatik, 3-ü götürəcəm. Mən sözün kökü imsə leksik, t leksik, mək leksik. Deməli, nə demişdi? Leksik şəkilçilərin sayı, tamam, leksikin sayı qrammatikdən azdır. Biz onda əksini eləməliyik. Mən səhv getdim. 2-ni götürəcəm. Mənimsətmək burada 2 dənə leksik, 1 qrammatik çoxdur. 2 leksik, 1 qrammatik çoxdur. Baxım hələ. Burada da neçə dənə? Təzdən bax. Uşaqlar, davam edirik. Yəni, təzdən baxdım buna. 2 leksik bunda var, 1 qrammatik, 2 leksik, 1 qrammatik. Əksinə leksiklər çoxdur. Bunda da həmçinin. Bunda 1 leksik, 2 qrammatik. Bunda da 1 leksik, 2 qrammatik. Cavab olur 2 ilə 4. Bunlar olmayacaq. Nə deyir bizə? Əhali arasında uyğunluğu siz savad, bilik, mədəniyyət yaymaq üçün mütəşəkkil surətdə həyata keçirilən tədbirlər sistemi, oxumaqla elm və bilik əldə etmək, oxumaq və ya təcrübə nəticəsində əldə edilən məlumat, elm. 3-ə gedəcək C, 3-ə C gedəcəksə, ya 1-ə A baxaq, bu marif olacaq, 1-ə A gedəcək, 2-yə nə gedəcək? Daha doğrusu, təhsil olacaq. 2-yə B, 3-ə C. Və salam. Nə olacaq? A variantı. Belə uşaqlar, onlayn dərslərlə bağlı səhifəmizi izləyirsiniz, kanalımızı izləyirsiniz. Onlayn dərslərlə bağlı bu nömrə ilə əlaqə saxlaya bilərsiniz. Dərslərimiz həftədə 2 dəfə 90 dəqiqə olmaqla qrup şəklində və ya fərdi şəkildə tədris olunur. Hər şagirdə fərdi yanaşıram və dərsimin keyfiyyəti mənim izahlarımda da yəqin ki, az da olsa hiss olunar. Hər kəsə uğurlar.